Kombide təzyiq göstəricisi işləmirsə, onu evdə özünüz də düzəldə bilərsiniz. Açırsınız. Burada ben önceden açmışam. Bunun şrankı var balaca, nazik. Açırsan buradan. Açıp bunu buradan çıxardırsan səliqəli şəkildə. Bakın. Tutulup deyən gözü. Bilmem burada biraz yaxşı görünmür. Gözü ərk bağlanmışdı. Biraz açmışam. Bunu təmizləyib qoyursan yenidən işləyir. Size göstermeye çalışacağım. Bir tane iğneyle nazik. Bunu burada erpin temizlemen lazım. Aha, görürsünüz. Erp dolu, erp isti suyun nəticəsində erp yaranır burada. O da ki, təzyiq göstəricisini qoymuş demək. Siz də açırsınız, doldurursunuz. Dolur daşır ya deyirsiniz ki kombi işləmir. Öz-özünə hardansa axır, dayanır. Dayanır, kombi işləmir. Amma bunu təmizləyib qoyursan görəsən ki işləyir. Təmizləndi. Ərk qoymur da bunu hava yığma, su girsin. Basınç yaransın. Hazırdır. Bizdə işləmirdi, tutulub gözü. Şimdi bunu yeniden yerine takmaya çalışacağım.